huzurunuzda oturduğum ayı-i kerimede Müteala Allah bizim Peygamberimize Yahudilerin ve Nesranilerin ona ve İslam ümmetine karşı mülkiyin açık surette beyan edilir. Peygamberimiz ki Müteala Allah'ın şəxsiyyətinin, əxlaqının, rəftarının bütün bəşəriyyətinə nə tərzdə rabitə qurmaq istədiyinin, sülhün, səfanın, səmiyyətin üzərində rabitə qurmaq istədiyini bilir. Amma istəyir düşmənlərin Peyğəmbərlərin ümmətinə qarşı mövqeyin Peyğəmbərlərində bu cümlədir. Deyir, mən rəsulum və lən təzənəkə yaxud və lən nəsar. Bir yolluq bil ki, Yahudilər və Nəsranilər səndən razılaşmayacaq, səndən razı qalmayacaq, hətta təttəbiyənləyəcək. O zamana qədər ki, sən öz amalına, dininə, özünün, Allah'ın, ümmətin prinsiplərindən vasitəsinə qədər. Əgər sən bütün bunlardan vasitəsinəsə, onlar sənə razılaşacaqlar. Əks təqdirdə bu deyil. Allah istəyir Peyğəmbərimizin də ya Resulullah. Bunların sizlə davası, sizin əqidiniz, ideologiyiniz, dininiz və varlığınızın üzərində olan bir dava. Bu günləri əgər biz Qüdsün adına təsəvvürün arasında yaşayırsa, qardaşlara yan edilir. Demək lazımdır ki, bir gün ki, İmam Xomeyni dünyada onun barəsində tartışır. Və bütün dünyanın istədi İslami qardaşlıq prinsipinə əsaslanaraq və sabitlənərək belə bir gündə yığışaraq və öz mövqeylərin aydın surətdə ortaya və Qüdsün işğalı ilə və onun timsalında müsəlman dünyasının ərazilərinə qarşı olan təcavüzlərinə barış məzələri. Baxın, bir dənə torpağın, bir dənə ərazinin qəsb olunması üçün çağdaş zamanımızda elə də bir çətinlik yoxdur. Çünki hər kəs ən modern silahlara və hegemon güclərin dəstəklərinə malikdirlərsə, istədikləri zamanda istədiyi bir əraziyə hücum edə bilir. Əraziləri işğal altında saxlaya bilir. Amma bu zülmə məruz qalan insanlar, əraziləri əllərindən gedən insanlar, torpaqlarının itirildiyi gün onlara qəfil hücumların başlayan günü deyil, torpaqlarının itirilməsi ilə barışdıqları gündür. Bu gün bir neçə illərlə işğala məruz olan Fələstin xalqı artıq düşmən onları yormaq istəyir. Düşmən onları əldən salmaq istəyir. Öz torpağının işğalını görən insanların yaşlaşıb, ölüb dünyadan gedəndən sonra gələcək nəslin işğalla barışmağını görmək istəyir. Və bunun sayəsində istəyir bir gün işğal elədiyi əraziləri qanuniləşdirə, ona sahib olur. Amma İmam Xomeyni dünyaya car çəkməklə həm Fələstinin daxilindəki insanları, həm bütün dünyadakı müsəlmanları bir daha oyanış şəklinə çəkir. Bu olada istədi bildirər ki, sizin əgər kənardan İslam qardaşlıq prinsipinə əsasən onlara dəstəyiz olmasa, hər tərəfdən təklənmiş Fələstin xalqı, sözün əsl mənasında Fələstin xalqı təklənir. Həm onların əraziləri işğal olunur, həm təpədən dırnağa qədər ən modern silahlarla təchiz olunmuş İsrail rejiminin əsarətindədirlər. Həm dünya mediasına hakim olan Yahudilərin
onların xəbərlərinin dünyaya çıxmamasını təmin edirlər. O məzlum xalqın əgər əzilməyindən hər hansı bir xəbərsə, xaricə sızırsa, onu da tərif edirlər. Dərman verir onları xəstələrinə, əzilmişlərinə yetirməyə qoyurlar, onları blokada saxlayırlar. Əgər dünyada müsəlmanların hər tərəfli dəstəyə baş verməzsə, Fələstindəki xalqı İsrail yormaq istəyir. Bundan İmam Xomeyni istədi nail olama ki, müsəlmanlar bir olar, müsəlmanlar bircə olar. Daim heç bir kəsə bu imkanı bu iqtidara verməyən ki, müsəlmanları təklənmiş görürlər. Bu günləri dünyada baş verən bütün işgallar Siyonizmin işgalının senarisinin tərtibi və tətbiqidir. Əgər dünya ictimaatı, dünyanın güc vahidləri zamanında məzlum xalqın, Fələstin xalqının işgalının önündə dayansaydılar, bu günləri dünyada işgalçılıq siyasəti mod olmaz. Bunun sayəsində başqa yerlərdə bizim də ölkəmizə gəlib çıxan bu təcavüzlər baş verməz. Biz müsəlman olaraq İmam Xomeyninin bu nidasını həqiqi mənasında dəyərləndirməliyik və müsəlman olaraq İslami qardaşlıq görevimizi yerinə yetirməliyik. Və bir yolu bunu düşünməliyik ki, biz nə qədər dünyaya özümüzü tolerant göstərsək, biz nə qədər dünyada Yəhudun, Nəsranın mənafeyinə xidmət edəsik, öz xalqımızın, öz millətimizin boğazından yiyəcəyin, içəcəyin kəsib, Vatikanın padvallarından tutmuş Vaşinqtonun bürclərinə qədərcə sərf edərsə, yenə də Yahudu və Nəsara bizim mənafeyimizə, haqlı durumumuza uyğun qərar verməyəcəklər. Odur ki, Akif müəllim dedi, Rimski Papa Ermənistanda bir dənə erməni insan kimi. Səbəbi bundan ibarət idi ki, Allah Peyğəmbərinə dedi, mənim rəsulum, Yəhud və Nəsara, sən onların istəklərinə gəlməyincə, siz millətli və ümmət olaraq onların tam istəklərinin bunu nökər olmayınca onlar sizdən razı qalmayacaq. Elə doğrudan da yol budur. İmam Xomeyni dünya ictimaatına səslənmədi. İmam Xomeyni müsəlman dünyasına səsləndi. Səbəbi bunda idi ki, problemlərin hər yolu İmam Xomeyni dünyanın Yəhudun, Nəsraninin maraqlarına xidmət edən güc vahidlərində yox, müsəlman cəmiyyətinin şuurunda və biləncində görüldü. Ona görə müsəlman xalqına müttəhid olmaq, əl-ələ vermək, zülmün, işğalın, təcavüzün önündə səfər yaratmağın əmrin və dəsturundur. Və həmd olsun Allaha, bugün müsəlman xalqı düşünür, bugün müsəlman xalqı əgər müharibələr müsəlman ərazilərində baş verirsə, amma o müharibələrin planı, proqramı harada cızıldığını hər kəsdən yaxşı bilir. Böyük müsəlman xalqının Allaha şükür yetərincə ziyalıları da var, mütəfəkkiri də var, mübariz insanları da var. İslam və öz ərazilərinin uğrunda döyüşəcək əsgərləri də var. Yeganə ihtiyacı olan dəyər və möhtac olduğu yeganə ki, onların ümmət olaraq birləşməsi və öz mənafeylərin qorumasıdır. İnşallah Allahdan bu Ramazan ayının hörmətinə, bu ayın şəhidinin hörmətinə istəyirəm ki, müsəlman xalqına birlik, vəhdət və ümmət olaraq küfrün önündə dayanmaq və öz hüquqların, ərazilərin qorumaq üçün qüdrət inayət edəsin. Vəssalamu aleykum.